367 manatla dolana bilmirəm. İkinci iş yer axtarıram. 24 saatı son nəfəsimə ölənə qədər işləmək istəyirəm. Bircə övladımın istəklərini yerinə yetirim. Əmək haqqı kimi aldığım 367 manat mənə 7 gün belə bəs etmir. Media TV Azmedia qrupuna bunları danışan Mingəçevir şəhərində yaşayan fəhlə, nəzarətçi vəzifəsində çalışan Elçin Həsənzadə onu da qeyd edir ki, övladını ticarət obyektlərinin qarşısından keçirə bilmir. Buna səbəb onun maddi-mənəvi istəklərini təmin edə bilməməsidir. Həsənzadə Elçin fikrini daha aydın izah etmək üçün Yunan filosofu Antisfenin məşhur bir fikri ilə tamamlayır. Quzğunlara yem olmaq yaltaqlara qulaq asmaqdan yaxşıdır. Çünki birincilər ölüləri, ikincilər isə diriləri yeyir. Elçin Həsənzadənin video müraciətini təqdim edirik. 2017-ci ildə Mingəçevir şəhərində yaşayıram. Hal-hazırda müraciətim və çıxışımın səbəbi sosial durumumun ağır olması, işləsəm də dolana bilməməyim, ikinci iş yeri axtarmağımla bağlıdır. Məlumat üçün bildirim ki, mən 20 ildən artıq idi ki, işsiz idim. Hər yerə müraciət elədim, mənə iş vermədilər. Amma indi sağ olsunlar, birtəhər 2017-ci, daha doğrusu deməli oktyabr ayında, keçən ilin oktyabr ayında deməli Mingəçevirdə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsində işə düzəlmişəm. 321 manat maaş alırdım. Bu yaxınlarda deməli minimum əmək haqqı qalxandan sonra yanvar ayında da keçən ay maaşım qalxdı oldu 367 manat. İndi təsəvvür edin ki, mən 367 manat maaşla dolanmalıyam. Və bunun deməli qaldığım evin kirayə haqqı 250 manatdır. 50 manatda deməli qaz, işıq və bu cür xərclərə gedir. Mənim cəmi-cümü əlimdə 56 manat pul qalır. Bu pulla mən həm işləməyən həm həyat yoldaşımı, həm körpə övladımı dolandırmalıyam. Həm də ki, gələcəkdə bu yaxınlarda bir aydan sonra anadan olacaq körpə oğlumu necə deyim, yaşatmalıyam. Onlara uşaq yeməkləri, nə bilim, ərzaq, bunları almalıyam. Siz təsəvvür edin, 56 manata necə dolanmaq olar? Siz özünüz təsəvvür edin. Mənim kimi yüzlərlə, minlərlə ailələr var ki, hal-hazırda eləsi var işləmirlər, eləsi var da bir yerdə işləyir. İndi də bilirsiniz də, baxaçılıqdır, qiymətlər də o qədər qalxıb ki, yəni hər gün qiymətlər qalxır. Mən 56 manat pul cəmi mənə pul qalır. Bu 56 manatla mən hər gün məndən hansısa bir şirniyyat, meyvə istəyən uşağımın gözünün qabağında əziyyət çəkirəm. Siz təsəvvür edirsiniz də bu hisslər nə hisslərdir. Övladın səndən mağazada nəsə istəyir, cipsi, mipsi, nə bilim, müxtəlif yeməklər, şirniyyatlar, onu ala bilmirsən və o düşdüyün halı təsəvvür eləmək olmur. Mən dövlətdən, aidiyyatı orqanlardan xahiş edirəm. Nə olar, bizim kimi ailələrə sosial yardım paketləri təşkil olunsun. Yəni mən, yoldaşım da işləmir. Onu da deyim ki, mənim bu cür çıxışlarıma görə yoldaşımı və qaynanamı Mingəçevirdə Su Kanal İdarəsindən işdən çıxartdılar. Və hal-hazırda da vəziyyətim çox ağırdır. Yəni yenə də deyim, 56 manat cəmi mənə pul qalır. O 56 manatlı pulla mən bunları dolandırmalıyam. Heç cür çatdıra bilmirəm. Borc, xərc, deməli, kreditlər, sonra sizə deyim, müxtəlif problemlər var da, yəni pullar çatdırmaq olmur. Adicə xeyirdir, şərdir, gedib iştirak eləmək olmur. Hər dəfə qonşuda bir nəfər rəhmətə gedir, ən azı 20 manat pul yazdırmaq lazımdır. Mən əvvəllər Sumqayıtda yaşamışam, qohum əqrabam Sumqayıtdadır. Sumqayıta gedib gələndə 50-60 manat elə yol pulum çıxır. Yəni demək istəyirəm ki, bu pulla dolanmaq olmur. Nə olar, o aidiyyatı orqanlar özləri bir paket düzəltsinlər, yardım paketləri ki, bizim kimi 10 minlərlə insanlar var, ailələr var ki, vəziyyətləri ağırdır. Heç işləməyənlər var və yaxud mənim kimi bir yerdə işləyib cəmi-cümü evinə, necə deyim, minimum əmək haqqından da az maaş gətirən. 367 manat maaş heç minimum əmək haqqı da eləmir, təsəvvür edirsiniz. Biz gör nə vəziyyətdəyik. Mənim bax, körpə övladım, bir qız övladım var da, 4 yaşı var, hələ 1 yaşında geydiyi paltarları geyinir. Həm imkansızlıqdan, həm də o cılızlığından irəli gəlir. Uşaq vitaminli yeməklər yeyə bilmir. Yoldaşım hamilədir, dediyim kimi, övladımız olmalıdır. Bəlkə də bir 500-600 manat heç nədən xərclər çıxıb. Uşağın müayinələridir, bunlar hamısı puldur. İnansız uşaq olanda da bizə nə qədər xərc çıxır. Elə 1000 manata qədər mən haradasa borc tapıb
oğlan övladım həyata gəlməlidir. Onu xətt çəkməliyəm. Nə uşaq pulu verirlər, nə sosial yardımlar var. Səhər də deməli Müdafiə Nazirliyi və digər orqan gəlib deyəcək, oğlumu tələb edəcək ki, 18 yaşı çatıb gəlin aparın müharibəyə. Və bu 18 yaşa çatana qədər bu uşağı nətər böyütdün? Heç onu soruşan var. Uşaq pulu verən var. Axı vəziyyət gərgindir. Həqiqətən yaşamaq olmur. İnansız, yenə də deyirəm, uşaq övladım mağazaların qabağından keçəndə mən tər tökürəm utandığımdan. Heç nə almağa imkanım yoxdur. Uşaq deyir, bunu mənə al. Qonşuda görür ki, uşaq bir işi niyyət yeyir, gəlir məndən istəyir, mən onu ala bilmirəm. Yenə də demək, mənim kimi 10 minlərlə adam var. Adama nə qədər qohum əqrabası baxmadı. İndi hal-hazırda heç mənim qohum əqrabamın özü də məndən də ağır vəziyyətdə yaşayırlar. Onlar özləri də işsizdirlər. Çoxu çıxıb gedib xaricdə yaşayırlar, orada çörək pulu qazanırlar. Mənim kimi elə minlərlə adam var. Mən xahiş edirəm aidiyyatı orqanlardan, Sosial Müdafiə Nazirliyindən bizə yardım eləyin. İkinci bir iş yeri varsa çox xahiş edirəm. Mənə gecə saat 6, axşam 6-dan səhərə kimi bir iş yeri olsun ki, ikinci iş yeri kimi gedim işləyim, evimə çörək pul gətirim. Valla ölümdən də betərdir bu həyat yaşamaq. Yəni hər gün də qiymətlər artır. Bax, mağazalara baxın, marketlərə baxın, o tutub yanır. Qiymətlər də hər gün artır. Nə olar? Siz də dövlətsiz də vətəndaşın qeydinə qalın. Dolana bilmirik. Allah haqqı dolana bilmirik. Mənim kimi 10 minlərlə adamlar var. Bu sadəcə onların çoxu qorxur danışmağa və yaxud danışanları da işdən çıxardırlar. Nə bilim, müxtəlif təzyiqlər edirlər. Qohum əqrabalarını işdən çıxardılar. Necə mənim yoldaşımla qaynanamı mən danışdığıma görə işdən çıxartdılar. Çox ağır vəziyyətdəyik. Kömək edin. Xalqımız birləşsin və yaxud dövlətimiz hər hansı bir iş görsün ki, bizim kimi sosial vəziyyəti ağır olan insanları bu vəziyyətdən çıxardaq. Valla vəziyyət çox gərgindir. Ölümə doğru gedirik hamımız. Yəni vitaminsiz yeməklərdən, xəstəlik. Mən özümüz bu dəqiqə araşdırın, orqanizm, qaraciyərim, mədə-altı vəzim, hamısı xəstəlik, özü ağır bir xəstəliklər var məndə. Amma həkimə getməyə pulum yoxdur, imkanım yoxdur. UZI-dən keçmişəm, o qədər dərmanlar yazıblar ki, onu almağa imkanım yoxdur. Təngi nəfəs olmuşam, ürəyim də bir tərəfdən. İnansız, əsəb sistem bizi öldürəcək, məhv eləyəcək. Belə yaşamaq, biz Azərbaycanda neynəmişik ki, kimin demək, nəyinəsə kiş demişik. Axı, bizi niyə belə əzab vəziyyətlə bu məmurlar, bu bəzi insanlar bizi bu vəziyyətə gətirib? Xahiş edirəm, dəstək olun, kömək olun. Demirəm, maddi yardım edin. Sadəcə birləşək, nəsə bir çıxış yolu tapaq. Valla bizim kimi insanlar məhv olub gedirlər.